Set menüsündən başlayırıq. Set menüsündən birinci gəlir cover page. Cover page neyinir? Cover page cildləmə işlərini yerinə yetirir. Yəni kitabların üzlənməsi üçün, bax kitabların üzü buradan əlavə edirlər. Hansı istəsəniz əlavə eləyə bilərsiniz. Məsələn, bax əlavə eləyirəm bunu. Üzlüyə əlavə eləyən kimi birinci səhifəyə əlavə edildi. Buradan dəyişirəm, məsələn, adı olacaq kitabın informatik. Okay. İnformatika yazdınız, aşağıdan istəsəz müəllifin adını dəyişdirə bilərsiniz. Nə bilim, kampaniya hazırlayırsa kampaniyanın adını yazın. Kitabı hazırlayan yerin adresini və s. qeyd edin, qalsın. Kitabın üzü hazırdır. Birinci səhifəyə də əlavə edilir. Bu belə. Ondan sonra blank page neyinir? Blank page boş səhifə yaratmaq üçündür. Blank boş deməkdir, page səhifədir. Oradan yadınızda saxlayın. Bax, blank page-ə vururam. Nə qədər istəsəniz səhifə əlavə edə bilərsiniz. Neçə dənə səhifəm var mənim? Quralı göstərib ustam bölümü. Bax, burada. 6 dənədir. 6 dənədir. Mən neçəzdəyəm? 3 dənədir. 3 totalda 6 dənədən 3-cüdəyəm. Okay. Page break neyinir? Page break isə səhifəni bölmək mənası. Gəlin o nə deməkdir, onu izah edeyim sizə. Məsələn, buradan kiçik bir mətn götürürəm, əlavə edirəm. Deyək ki, ataq ki, olsun Bakı haqqında bir mətn. Gəldim aşağıdan, götürürəm, buradan heç böyütməyəcəm bu səhifəni. Buradan kopyalayıram, Ctrl-C, alt tabından keçid elədim, Ctrl-V ilə buraya yapışdırdım. Yapışdırıldı. Yapışdırdıqdan sonra Ctrl-dan 1, 2, 3 və yaxud da A-ya vurursunuz, perniklər bağlansın, o mavilər gəlir, onları bağlamaq üçün. Okay, bura gəldik. İndi deyək ki, mən bura qədər yazmışam. Mənə deyirlər ki, ataq ki, burada olsun. Aha. UTC 0400 var ha. Oradan deyir aşağı əhalidən o biri səhifəyə keçsin. Təbii ki, bunu enterlə də belə düşürdə bilərsiniz, amma çox zamanınız gedəcək. Gəlirsiniz, page break-a vurursunuz, keçdi o biri səhifəyə. Buna deyirlər səhifənin bölünməsi, səhifədə olan mətnlərin bölünməsi kimi yadda saxlayın. Yaxşı. Sonra table hissəsi qalsın, onun gələn dərs keçəcək, picture-yə gələk. Picture hissəsi şəkil əlavə etmək üçün də adından da bəlli olduğu kimi. Məsələn, bura şəkil əlavə edək. Gəldim picture-yə. Picture ola bilər Zist Device, bu kompüterdən, ola bilər stokdan, axtarışdan, ola bilər online şəkil. Məsələn, əlavə edək online picture. Gəldim buradan seçək, məsəl üçün olsun, Bakının bir şəkilindən. Götürək buradan birini. Okay, olsun bu. Bunu buradan insert elədim. Əlavə edən kimi açılır picture format hissəsi o dəqiqə. Picture format hissəsindən birinci gəlir remove background. Remove background nədir? Remove background arxa fonun silinməsidir. Şəkilinizdə məsələn arxa plan var, sizi narahat edir. Gəlirsiniz tez remove background-ı vurursunuz və buradan bənövşəyi ilə olan hissələr silinəcək. Razısansa buradan əlaya vurursunuz, silinir. Yox, əgər razı deyilsənsə Ctrl-Z-dən geri qaytara bilərsiniz. Aydındır. Correction parlaqlıq vermək üçün də işıq əlavə edir, yəni üstünə müəyyən işıq vermək, parlaqlıq vermək istəyirsə belə verə bilərsiniz. Color da adından bəlli olduğu kimi rəng verir. Məsələn, sarı. Belə, rəng verir. İndi gələk buradan transparensiya. Transparensiya şəffaflaşdırmadır. Şəffaflaşdırır, yəni rəngin açır da bir mənalı belə yadınızda saxlayın. Change picture nədir? Şəkli dəyişdirmək. Deyək ki, bu şəkli əlavə elədin, sonradan şəkli bəyənmirsən. Şəkli silməyə ehtiyac yoxdur. Bir dənə gəlirsən change picture-yə vurursan buradan. Gəldin yenidən, məsəl üçün, stokdan əlavə eləyə bir dəfə. Götürəm hər hansısa bir şəkil. Onun elə bir yerinə əlavə edilir. Ehtiyac yoxdur ki, onu siləsən. Və bir mənalı ondan dəyişdirilir. Və gördünüzmü? Tamam, onun yerinə də əlavə edilir. Change picture vasitəsində. Buradan da şəkili çərçivə əlavə edirsiniz. Yəni sənədinizdə necə dursun? Məsəl elədim belə. Buradan isə şəklin çərçivəsini rəngləyə bilərsiniz. Bax, picture boyu dərsdən qıraq xəttlərini fərqli rənglər eləyirəm. Məsələn, olsun yaşıl. Sonra picture effektlə şəkilə effekt verə bilərsiniz. Necə görünsün sənədinizdə. Məsələn, biraz shadow verirəm ki, olacaq effekti. Belə qalsın. Kiçildirəm bir tikə bunu. Belə. Sonra gələk bu yandan pozisyon. Əsas məsələlərdən biridir pozisyon. Yəni şəklimiz mətnin harasında olsun. Mətn şəklinin harasında olsun məsələn. Yəni sənəddə yeri. Bax, məsələn, sağına qoyuram, mətnlərin sağında dursun. Və yaxud da mərkəzə qoyuram, mərkəzdə dayansın. Və ya aşağıya qoyuram, aşağıda dursun və s. Bax, beləncə. Yəni, bundan qəşəng rahat. Məsələn, Wikipediyada və s. mətnlər əsas burada olur. Onlar da belə pozisyon vasitəsilə yerləşdirilir. Yaxşı. Bu da yadınızda qalmış olsun. Text, wrap text nədir? Bu isə baxın, mətnin üstündə, şəklin üstündə mətn olsun, altında olsun, arxasında olsun. Yenə də mətnin, şəklin bir mənalı yerini təyin edirsiniz.
Burada bring forward, send background. Bunlar nədir? Bring forward, send background. Bring forward önə gətirmədir. Send background arxaya keçirtmədir. Bu iki dənə şəkil olanda və ya şəklin yanında shape olanda, ikon olanda görəcəksiniz. Məsələn, gəlin bir dənə elə göstərmək üçün yəni insertdən shape əlavə edeyim. Shape nədir? Shape fiqurlar olan hissədir. Burada fiqurlar var bizim, işarələr var, müxtəlif simgələr var. Hansı hissəsiz əlavə edə bilərsiniz. Məsələn, əlavə eləyə bir dənə üçbucaq. Götürdüm bunu, çəkirsiniz burada. Şəklin üstünə çəkdim. O dəqiqə açıldı shape format hissəsi. Nə əlavə eləsəz onun format hissəsi açılır. Və shape'in format hissəsi ilə şəklin format hissəsinə bir mənalı bənzəyir. Bax, buradan yenidən rənglənməsi, görürüz, qıraq xəttləri yaşıl, içərisi ağ və yaxud hissəsinin hamısını qara eləyə bilərsiniz və ya buradan. Məsələn, içini rəngləmədən ağ saxlayıram, yaşıl elədim. Bax, shape'indən içini doldura bilərsiniz. Məsəl üçün, olsun yaşıl. Sonra outline, qıraq xəttlərini tamam fərqli rəng eləyə bilərsiniz. Məsələn, olsun bənövşəyi. Effekt verə bilərsiniz, necə dayansın. Gəlin elə bundan verək. Dursun məsələn belə. Müxtəlif cür. Ondan sonra içinə hər hansı bir söz yazıram. Məsələn, yazdıq həyat. Bu həyat sözünü biraz formatlamaq. Bax, görürsünüz, o dəqiqə buraya açıldı. Və bu hissə içinə yazılan yazıların necə dayanması üçündür. Məsələn, olsun bu şəkildə. Text direction'da mətni beləcə çevirə bilərsiniz. Necə dursun içindəki mətin. Belə. Müxtəlif formalardır. Pozisyon yenə şəkildə olduğu kimi shape'in də pozisyonudur. Mətnin arasında yerləşsin, bax üstündə hələ gəzirəm. Harda istəyirsiniz ora qoya bilərsiniz. Yaxşımı? Mən üstünə qoyacağam elə şəklin. Back text yenidən mətn üstündə olsun, altında olsun, eyni yerdə. Gələk bring forward, send background. Bu həm shape-də var, həm picture-də var. İndi ikonda və s. görəcəksiniz. Bring forward önə gətirmədir. Məsələn, shape şəklinin önündədir, elədir. Mən istəyirəm ki, şəklin arxasına keçsin. Tez send background-u vururam, keçdi arxasına. Və ya önə gətirmək istəyirəm, bring forward-a vurursunuz. Eləcə də bax, picture-nin üstünə vurub, picture-nin format hissəsinə də daxil olsa, eyni şeydir bring forward. Bax, önə gətirdi, send background-u arxaya keçirdi. Hansını istəsəz. Selection pane-dən isə bu əlavə etdiyimiz obyektlərin gizlədilib göstərilməsi üçün. Məsələn, picture-ni gizlədirəm, təkcə shape qalsın. Bax, belə. Və ya shape-i gizlədirəm, şəkil qalsın. Bax, belə. Və ya hide olunan ikisini də gizlədirəm, show olunan ikisini də göstərir. Bu da yadımızda qalsın. Sonra insert-dən gəlir ikon. İkon nədir? Ola bilər nəyisə şəklini tapmadınız, kiçik ikonunu əlavə etmək istəyirsiniz. O zaman ikona vurursunuz. Burada müxtəlif ikonlar var. Məsələn, ağacın ikonunu əlavə edirəm. Tree ilə gəlməz, bir dənə də eləyəcək. Tree. Məsələn, olsun bu. Əlavə elədim. Əlavə eləyən kimi yenə də format hissəsi açılır. Eyni şeydir baş şeylər. Yenə rənglənməsi, buradan içini rənglə doldurulması, nə bilim istəsəz yenidən qıraq xəttlərində yaşıl eləyin, effekt verin necə dayansın mətninizdə, məsələn grow qoyaq biraz, qıraq xəttlərlə belə mavilik ataq. Sonra yenə pozisyonu mətnin arasında yerləşsin, bunu da qoyuram bunun üstünə, mətnin üstündə olsun, altında olsun, yenə bring forward, send background, önə gətir, arxaya getmə, önə gətir, arxalarını, shape'in arxasındadır. Bring forward eləm, önə gəlsin. Selection pane-dən istəsəz bunu da gizlədin, şovundan hamısını göstərin. Aydındır bu da. Sonra gəlir insert-dən 3D model. 3D modellər 2016-dırsa sizdə olmayacaq, 2021-də olub. 3D modelin digərlərinə fərqi nədir? 3D modelin tək fərqi odur ki, hərəkət edə bilir. Yəni, bir fərqi yoxdur. Məsələn, gələk buradan bir dənə 3D model əlavə edəyək. Məsələn, animasiyalardan bir şey götürək. Deyək ki, olsun bunlar. Bunu buradan insert edirəm. Olacaq o və əlavə ediləcək. İnşallah əlavə ediləcək. Yəni, başqa birini əlavə edək. Məsələn, gec yüklənir. Gəldim 3D modelə, götürək başqa bir şey. Bu tez əlavə edilir. Bunu okey eləyək, insert eləyək. Əlavə edildi. Bax, tək fərqi budur. Hərəkət eləyə bilir. Sadəcə hərəkət eləyə bilməz. Yenə də buradan formatlaya bilərsiniz. Hardan hərəkət elətdirəsiniz. Yenə bring forward, send background. Nəysə üstünə qoysunuz, hansı arxada, hansı öndə olsun. Eyni şeylər yəni. Gizlədə bilərsiniz, aid olunan yenidən, şov olunan göstərə bilərsiniz. Eyni şeydir. Gəlirəm insert-dən smart art. Smart art nədir? Smart art ağıllı cədvəldir. Ağıllı cədvəl. Smart ağıllı deməkdir, oradan yadınızda qalsın. Bu neyinir? Sizə hazır cədvəl verir. Siz cədvəlin içini doldurursunuz. Bax, smart arta vururam. Burada müxtəlif cədvəl nümunələri var. Məsəl üçün olsun. Seçdim bunu, okey vurdum. Əlavə edən kimi gəldi hazır cədvəl. Bura şəkillər yerləşdirin. Altından nə yazırsınız? Məsələn, yazıram YouTube.
Nə bilim, bura yazıram məsəl üçün TikTok. Onların yuxarıda da ikonlarını əlavə edib cədvəl quracam məsələn. Məsələn, burada yazıram Instagram. Şu, bu da oldu mənim cədvəlim. İstəsən cədvəlin tipini bəyənmirsənsə, buradan da dəyişdirə bilərsən. Müxtəlif formaları gətirə bilərsən yenidən. Sonra necə dursun sənədində onu təyin edirsən buradan. Sonra formatlayıb içindəki yazılar hansı fonla, hansı şriftlə yazılsın. Bunlar içindəki yazılara bağlıdır. Yaxşı, başa düşdünüz mü artıq? Gəldim insertdən chart. Chart diaqramdır. Diaqramlar Excel-də çox öyrədilir. Ona görə chartı əlavə edən kimi də Excel hissəsi açılır. Yadınızda qalsın bir mənalı ki, bu düşür magistr suallarını və s. Chartların 17 dənə növü var. Alt qruplarla bir yerdə isə 63 dənədir. İstəsəniz oturub saya bilərsiniz. 17 növü var, alt qrupları 63 dənə. Alt qrup bax budur. Hamısının alt qrupu var müxtəlif. Kolumun alt qrupları 7 dənədir. Layının alt qrupları 7 dənədir. Payda 5 dənədir. Bunların hamısını bir-bir oturub cəmləsəniz 63 dənə edir ümumi. 17 dənə də ümumi növüdür. Məsələn, bunu OK edib əlavə edirəm. Əlavə edən kimi görəcəksiniz Excel hissəsi açılır. Bax belə. Bu məsələn Sales diaqramıdır. Mən gəlirəm bunları dəyişdirirəm. Üstündə Excel-də dəyişdirirsə orada dəyişir. Məsələn, deyirəm məhsul diaqramı. Məhsul diaqramı. Gəlirəm aşağıdan bax, gördünüz adı dəyişdi. Aşağıdan bunu dəyişdirirəm, bir stigate eləyib burada. Orada da dəyişir. Məsələn, eləyirəm ağartı məhsullarına gedib baxmışam. Ağartı. Düşürəm aşağıdan bunu dəyişirəm, eləyirəm süd məhsulları. Baxın, diaqrama fikir verin, aşağıda dəyişdirilir. Məsələn, bunu da eləyirəm taxıl məhsulları. Buranı eləyirəm, məsələn, un məhsulları və s. Sonra gəlirəm, bunları da dəyişdirirəm rəqəmləri. Mən orada dəyişdirdikcə bunun üstünə dəyişdirilir. Məsələn, 21 bu olsun, 49 bu olsun, 76 bu olsun, pis yox. Hazırdır. Buradan onu şeyi bağlayıram, Excel. Mənim diaqramım zaten hazırdır. Diaqram hazır olan kimi burada diaqramın dizaynı bir də format hissələri var. Müxtəlif dizaynları sala bilərsiniz. Məsələn, dəyişdirirəm dizayn, edirəm belə. Dizaynı formatlayıram, sonra içindəki yazılara aiddir. Format həmişə buraya yadınızda qalsın. Yazıları necə formatlamaq istəyirsiniz, saxlasın. Aydınmı? Bu da oldu mənim diaqramım. Lap istəsəz bunu bir tikə belə kiçildib, səliqəli formaya gətirib, necə istəsəz yerləşdirə bilərsiniz. Sonra gəlir insertdən screenshot. Screenshot nədir? Screenshot arxa planın şəklini çəkir. Məsələn, mənim Word-ümün arxasında nə var? Google-dur. Bunu böyüdək, Google olsun. Məsələn, sənə bu şəkil lazımdır, amma bu şəkili yükləmək istəmirsən. Deyirsən, bunu çəkərəm belə rahat əlavə edərəm də. Bir də gedib print screen-dən çəkmirsən. Gəlirsən Google, YouTube, Word-ə, Word-dən əlavə etmək istəyirsən. Gəldi screenshotun üstünə, screen clipping-ə vurdum. Bu açılan hissədən bunun şəklini qəşəngcə çəkirəm. Çəkdim belə. Все, avtomatik əlavə edilir. Əlavə edilən kimi də format hissəsi açılır ki, picture formatdan da indi danışdıq. Aydındır. Belə rahat şəkildə əlavə edilir. Məsələn, və yaxud da ekranda məsələn hər hansı bir ikon əlavə etmirsən. Deyək ki, sənə deyiblər ki, sərbəst veriblər, ataq ki, deyiblər sənə Excel haqqında yaz. Sən də Excel-in gedib bir də ikonu yükləmirsən və yaxud da hər hansı şəklini yükləmirsən. Gəlirsən ekranında var da, buradan çəkib əlavə edirsən. Gəldin tez screenshot-a vurursan, yazdın deyək ki, yazıları bir dənə şəkil qalıb əlavə etməlisən. Gəlirsən bunun qəşəng şəklini belə buradan götürürsən, formaya əlavə edirsən. Lap yazarda ki, lap bizim ekranımızda da belə əlavə edilib elədir. Bitdi ki. Gəldik sonra insertdən Wikipedia burada lazım olan ədinizdə sizə. Wikipedia nədir? Yəni Wikipedia bildiyimiz Wikipediadır. Bir var Google-dan gedib Wikipediyanı açıb nəsə məlumat götürəsən. Bir də var ki, Word-ün yanında elə promoyu açılır. Buradan məlumat al. Götür buradan kopyala yapışdır. Amma burada bir şey var ki, Azərbaycanca yazdığımızda çox məlumat verməyəcək. Niyə? Çünki Word-ün orijinal dili ingilis dili olduğu üçün ingilis dilində verir məlumatları. Məsələn, baxsın ya, kompüter yazıram, yəni çox məlumat verməyəcək. Kiçik bir şey verdi. Amma gəlib mən buraya ingiliscədən kompüter yazsamcı eləyək bunu elə olsun. İngiliscə. Aha, bax gör nə qədər məlumat verir. Bunları təbii ki, sonradan translate eləyib, götürüb yapışdırıb translate eləyə bilərsiniz. Keçəcəm gələn dərslərdə sizə review menüsdə. Oradan rahatca bundan istifadə eləyə bilərsiniz. Bu belə. Gəldik sonra online video. Online video nədir? Yadınızda qalsın ki, online videoda sənə videonun linki lazımdır və yadınızda saxlayın ki, Word-də videolar açılmır video kimi. Word videonu şəkil kimi algılayır. Necə? Gəlin ayağını göstərək. Məsələn, bir dənə YouTube-dan video linki götürək. Görün burada nə var. Olsun bu mahnı. Gəldim paylaş hissəsinə. Kopyaladım. Keçid elədim Word-ümə.
Bura Ctrl V ilə yapışdırdım. Buranı necə açmışdım? Online videonun üstünə tıklamışdım. Insert eləyirəm. Baxın, indi picture format hissəsi açılacaq avtomatik. Gördünüz mü? Yəni yadınızda saxlayın ki, videolar Word-də video kimi açılmır, şəkil kimi algılanır. Aydındırmı? Belə siləm getsin. Gəldik sonra insertdən link hissəsi. Link hər hansı bir sözə link vermək üçün istifadə edilir. Hiperlinklər bayaqlarını bağladım. Bax, onu özüm əlavə edirəm. Məsələn, mən əlavə edirəm. Wikipediyada və s. belə əlavə edilir. Bunda silə qalmasın. Gəlin əlavə eləyək Şirvanşahlar sözünə Wikipediyadan. Gedib Wikipediyadan açsın Şirvanşahlar haqqında məlumat. Şirvanşahları seçəndən sonra bir dənə linkin üstünə tıklayın. Ola bilər hər hansı bir sənədinizi açsın üstünə vuranda. Onu da əlavə edə bilərik. Sənədin içinə sənəd. Gəlin məsələn biz Wikipediyanın linkini əlavə edək. Gəlin Wikipediyadan Şirvanşahlar haqqında məlumat götürəcəm. Məsələn, buraya yazıram Şirvanşahlar. Necə olsun Wikipediya Şirvanşahlar dövləti. Wikipediyanın linki və yuxarıdadır. Bunu kopyalayıram. Ctrl alt tabından keçid elədim. Bura Ctrl V ilə yapışdırıram. Yapışdırdan sonra OK vururam. Baxın, oldu hiperlink. Link verdim. Linkləri açmaq üçün Word-də, eləcə də Power-də yadınızda qalsın. Ctrl basıb saxlayıb, sonra link olan sözün üstünə bir dəfə klikləyirsiniz. Yaxşı. Gedib Wikipediyanı açır. Aydındır. Bax belə. Bu da sənədlərinizdə istifadə edin. Gəldik sonra digər bookmark. Bookmark nədir? Bookmark əlfəcindir. Əlfəcinin elektron versiyası. Əlfəcin nədir bəs? Kitab oxuyanda qaldığın yerində. Bəli, kitabın arasına qoyduğu ağ vərəqlər və s. verirlər. Bax, onlar əlfəcindir. Bookmark da onun elektron formasıdır. Məsələn, mətni oxumuşam mən. Mətni yazdım, oxudum. Qalmışam, deyək ki, burada. Deyək ki, qalmışam bu Bakı sözündə. Gəldi biri məni çağırdı. Mən də deyirəm ki, gələn dəfə mənim yadımdan çıxacaq harda qaldığım. Tez Bakı sözünü seçirəm. Kopyalayıram. Buradakı bookmarka vururam. Ctrl V ilə bura yapışdırıb əd edirəm. Əlavə edirəm. Əlavə elədim, çıxdım. İndi deyək ki, təzəcə kitaba girmişəm. Dayanmışam bax burada. Buradayım, Azərbaycandayım. Deyirəm, görsən mən harda qalmışdım. Gəlim tez bookmarkın üstünə vururam. Sonra Bakı var burada. Bookmarka əlavə edirəm, Bakı var. Deyirəm, görsən o Bakı hardaydı. Üstünə 2 dəfə vururam. Close bağlayım. Bax, gəlib Bakını avtomatik özü seçim. Aydındır. Yəni bookmark əlfəcindir. Bu da yadınızda qalsın. Comment qalsın, onu review menüsündə yəni rahat keçəcəyik. Burada daha uzundur. Gələk header footer'a. Header footer nədir? Header footer adından da bəlli olduğu kimi header başlıq əlavə edir, footer da aşağı hissəsini. Aha. Gəlirəm header hissəsinə. Yuxarı məsəl üçün necə başlıq istəyirsə əlavə edə bilərsiniz. Güvən nəşriyyatda zadda yəqin ki, görmüsünüz başında yazılır güvən nəşriyyat, nə bilim, magistratura nöqtəz və s. belə. Bax belə istəyirsə əlavə edə bilərsiniz. Və ya elənçi bir başlıq əlavə edə, yazı ilə olsun. Gəlirəm header'a, məsələn olsun bu. Başlıq informatika vermişəm deyə, başlıq olaraq informatika yazıldı avtomatik. Özü bilir ki, sən kitabı nə haqqında yazırsan. Təbii ki, dəyişdirə bilərsən bu başlığı, buradan informatika olmasın, başqa bir şey yaza bilərsən. Məsələn, silirəm, yazıram Bakı. Belə qalsın. 2 dəfə vururam, digərlərini də əlavə edildi və bütün səhifələr əlavə edilir bu başlıq. Yaxşı. Sonra insertdən footer gəlir. Footerda header'dan indi sadəcə aşağıya əlavə ediləcək. Footerlarda müxtəlif növləri var. Hansını istəsəz əlavə edə bilərsiniz. Məsələn, əlavə edək, bu biri ilə oxşar olsun. Bunu əlavə edək. Aşağıda müəllifin adı, bir də səhifə. İstəsəz bu adı dəyişdirə bilərsiniz. Təbii ki, səhifəni də dəyişdirə bilərsiniz. Aydındır. Bu da belə. Sonra header footer'un içərisində yadınızda qalsın ki, səhifələmə də bir header footer olduğu üçün, yəni yuxarıdan da səhifələyə bilərsiniz, aşağıdan. Ona görə həmişə header footer içərisində olur. Page number. Page number səhifələmə işinə baxın. Məsələn, kitablarda ən çox səhifəlilər aşağıdan ortada. Aşağıya gəlirəm, burada bir çox mənə nümunələr verir, necə səhifələmə istəsəz, seçə bilərsiniz. Məsələn, olsun belə. Və səhifələdir. Bir dənə səhifələmə məsələsində belə bir məsələ mənə sual verilir ki, müəllim, mənə deyiblər ki, səhifələməni ikinci səhifədən başla. Məsələn, burada üzdüyün də elə bir səhifə olsun da, ona amma səhifə yazılması, onu necə eləyək? Bax, bunu eləmək üçün gəldim insertdən page number'a, girdim format page number. Format page number'da start tərtibi 1-i dəyişirsən, etsən 2, yəni 2-dən başla. 0 elədim deyəsən, hə? Qoy 2 eləyim. Yazıb okey bu. Baxın 2-dən başlayırıq. Belə. Yaxşı, aydındır bu da. Əl. Sonra gəlirik buradan text box. Text box mətn qutusudur. Adi bir dənə mətn qutusu açmaq üçün. Burada müxtəlif mətn qutular var. Məsələn, kitablarda maraqlı məlumatlar adı ilə yazırlar. Nə bilim, neçənci ildə nə olub. Onu text boxdan əlavə edirlər. Məsələn, bir dənə kiçik bir mətn qutusu biz də əlavə edək. Bu beləncə əlavə edəcəksən. Bu içindəki mətni siləcəksən və ya başlıqda buraya yazacaqsan ki, maraqlı məlumat. Məsələn, maraqlı fakt və s.
Aşağıdan da maraqlı faktı yazacaqsan, qalacaq mətnində qəşəng, səliqəli bir formada. Aydındır? Sonra gəlir insertdən burada signature line. İndi ərizə yazacağıq, bu bizə lazımdır. Signature line nədir? İmza üçün və yaxud da peçat üçün yer qoyur. Məsələn, signature line-a vururam. Buradan kim peçat atacaq, onun adını yazıram. Məsələn, olsun Elxan Bədəlov deyək ki, Elxan Bədəlov. Bunun vəzifəsini aşağıdan qeyd edirəm. Məsələn, olsun haşer, haşerdir. E-maili varsa e-maili də yaza bilərsiniz, bizə lazım deyil. OK, vurdum. Görürsünüz mü? Peçat üçün yer. Ya bura peçat vuracaq, ya da imzasını çəkəcək. Aydındır. Gəldik buradan date time. Date time də adından bəlli olduğu kimi vaxtı və zamanı əlavə etmək üçün. Məsələn, ərizə yazdınız, bu günün zamanını tez əlavə etmək üçün. Bir var əlinlə 5 dəqiqəyə yaz, bir də var ki, buradan OK vur. Əlavə edildi. İstədiyiniz kimi əlavə edə bilərsiniz. Bax, ola bilər ki, uzun formada əlavə edin. Həftənin günü və s. düşsün. Belə. Sonra equation nədir? Equation hissəsi riyaziyyatla bağlı hər şey var burada. Riyaziyyatla bağlıdır. Yəni riyaziyyatla bağlı nəsə yazacaqsın. Məsələn, və ya dostunuz mənə deyir ki, o gün uşaqlar deyir ki, mən 2 qat inteqral tapmıram. İntegral, radikal, yəni kök işarələri, y üstü x-lər, fraction kəsirlər, ondan sonra operatorlar, nə bilim, sinus, kosinus, tangens, kotangens, sekans, kosekans və s. və ilə axır, limit, logaritma, operatorlar, matrislər, hər şey yaza bilərsiniz. Və 2 qat inteqralda buradadır. Ola bilər müəyyən integral yaz, ola bilər müəyyən olmayan integral, 3 qat integral, hər şey var burada. Yəni hər şeyi tapa bilərsiniz. Aydındır? Bu da belə. Sonra gəldik digər hissə. Simvol, bəli. Simvolda adından bəlli olduğu kimi adi simvollar əlavə etmək üçün. Mor simvola gəlib buradan daha çox simvol görə bilərsiniz. İndi açılacaq. Burada daha çox simvol var. İstəsəz basit latin simvolları və ya latin extended simvollar, müxtəlif simvollar. Məsələn, lambda lazım sənə. Lambdanın üstünə vurub OK vurursan, əlavə edilir. Hara əlavə? De buradadır. Aydındır. Hara qoysuz kursor ora əlavə ediləcək. Bu da aydın oldu. Hər şeyi başa düşdük. İndi gəlin ərizə yazaq. İşte ərizə yoxdur. Bu birinci izah edeyim necə yazacaqsınız sonra. Məsələn, mən bir dənə bəsit məktəbli ərizəsi yazacağam. Məsələn, bu yazır ki, belə M nöqtə deyək ki, bizim məktəbimizin adı olsun. Mehdizadə adına tam orta məktəbi 10-cu sinif şagirdi ya da belə yazaq. Məktəbin birinci direktoru və Elxanı götürək. Elxan Bədəlova həmin məktəbin deyək ki, 10-cu sinif şagirdi. Şimdi bu əsərli elmlar deyək. Əsərli elmlar tərəfindən OK, bu tərəfindənə qədər bu olmalıdır burada sağda balaca. Elədir ərizələrdə. Ortada gedirsən. Kontrollarla seçdiniz bunun hamısını. Sağa gətirmək üçün home menusundan və sağa gətirmə var burada. Üstünə vuracaqsınız, gətirəsiniz sağa, səliqəli formada. İstəsəz bir dəfə tabu vurub da başlaya bilərsiniz, mən vurmadım. Ki, abzasdan yazasınız. Sonra enterlə düşürsünüz aşağı, elə mərkəzdədir. Biraz da düşün aşağı, mərkəzdə olmaşada kontrol ilə gətirəsiniz. Yazırsınız, ərizə. Ortada böyünə. Düşdü də enterlə aşağı. Bir dəfə backspace vurun, başa gəldi. Tabu vurun, abzasdan başlayın. Yazıb ki, məsələn, yazıb sizdən xahiş edirəm ki, nə bilim, nəsə xahiş edir də, bla bla bla. Xahiş elədi, getdi. Nöqtəsini qoydum. Sonra nöqtəni qoyduqdan sonra imza yeri, peçat yeri açarsınız siz. Gəlirsiniz insertdən, signature line-a vurursunuz. Kim peçat vuracaq? Elxan Bədəlov. Bu kimdir? Direktordur. Aşağıdan yazdıq direktor. E-mail lazım deyil. OK vurdunuz. Əlavə elədiniz. Bura peçat vuracaq. Bir də tarix zaman. Bu günün tarixi lazımdır. Buranın üstünə ilə buradan OK vururam, əlavə elədim. Aydındır. Başa düşdü. İndi sizə şablon ərizələr atacağım. Onları düzəldərsiniz. Haydi saxlayın.